Bugünkü menümüzdə kələm dolması var. Oğlumun ən çox xoşladığı yeməklərdən biridir. Bunun isə səbəbini irəliləyən dəqiqələrdə deyəcəm. İndi isə keçək hazırlanma qaydasına. İllərdir anam bu üsulla hazırlayır. Mən də ona görə hər zaman kələm dolmasını bu üsulla hazırlayıram. Dadına isə doymaq olmur. Ət, soğan, yumru düyü, kişniş, şüyüd, duz, istiyot və yeməklərimə əsas dad verən vanaq yağı və biraz da qovrulmuş tomat pastası əlavə edib yaxşıca qarışdırıram. Kələmi əvvəlcədən örtdətmişəm, hissələrə ayırmışam. Oğlumun bu yeməyi sevməz səbəbi odur ki, atamın adı Ramazandır. Mən də uşaq vaxtında öyrətmişdim ki, Ramazan dolma qızlara məktub yazan. Böyüdükcə də bunu hər zaman atama deyirdi. Atam isə oğluma kələm dolması deyib çağırır. Atam oğluma nə vaxt soruşsa ki, nə bişirmisiniz, gülərəkdən deyir, kələm dolması. Elə ona görə də o vaxtdan kələm dolmasını balam çox sevməyə başlayıb. Mən də uşaqlarımın həmişə ən çox sevdiyi yeməkləri hazırlayıram ki, onlar yaxşıca ürəkdən yesinlər. İndi isə qələm kimi kələm dolmalarımı bükürəm. Bu arada mən üzərinə hər zaman biber də əlavə edirəm. Çox dadlı olur. Kələm dolmalarını bu formada bükürəm. Çox da qəşəng qələm kimi alınır. İndi deyəcəksiniz ki, hamı da bu formada hazırlayır. Elə insanlar var ki, içərisinə tomat pastası əlavə etmirlər, ya göyərtiləri fərqli əlavə edirlər. Biz sadəcə şüyüd və kişniş əlavə edirik. Balakən zonasında şüyüdə moçeri deyirlər. Yenə bükürəm. Məncə çox qəşəng alınır. Siz də öz fikirlərinizi bildirməyi unutmayın. Bəs sizin övladlarınızla atanızın arasında belə maraqlı diyaloq varmı? Varsa yorumlarda qeyd edə bilərsiniz. Dolmaları bükürəm. Qazına yığıram daha doğrusu. Çox da qəşəng alınıb. Bişdikdən sonra da heç əzilmir, diri qalır. Bu da ən balaca dolma.